Hoş geldiniz. Dövlət İmtahan Mərkəzi tərəfindən yeni nəşr olunmuş informatika fənni üzrə test toplusundakı bəzi sual nümunələrinə bir yerdə gəlin baxaq. Mövzu informasiyanın kodlaşdırılması, informasiya miqdarının hesablanması. İkinci bölmə, səhifə 10, 53-cü sual. Sual belədir. 256 rəng çalarına malik palitrada kodlaşdırılmış təsviri enindəki piksellərin sayını 8 dəfə artırmaqla, hündürlüyündəki piksellərin sayını 4 dəfə azaltmaqla, rəng çalarlarının sayı 16 dəfə az olan palitrada kodlaşdırsaq, onun həcmi necə dəyişər? Həcm düsturuna görə B bərabərdir. Piksellərin sayı hər pikselə düşən rəng tərtibinə vurulmalıdır. Biz burada piksel sayı ilə həcm arasında düz mütənasib asıllıq, rəng tərtibi ilə həcm arasında düz mütənasib asıllıq görürük. Gəlin baxaq görək təsvirdə olan piksellərin sayı enində və uzunluğunda olan piksellərin sayının dəyişməsinə görə ümumi necə dəyişiklik baş verir? Piksellərin sayı təsvirin enində və uzunluğunda olan piksellərin sayının hasili ilə formalaşır. Burada əgər biz enində olan piksellərin sayını 8 dəfə artırırıqsa, uzunluğunda olan piksellərin sayını 4 dəfə azaldırıqsa, onda bizim ümumi piksellərimizin sayı 2 dəfə artacaq. Və piksel sayı ilə həcm düz mütənasib kəmiyyət olduğuna görə, onda həcm də 2 dəfə artmalıdır. Biz bunu bir kənarda qeyd edək. 2 dəfə artacaq piksel sayına görə. Bəs rəng tərtibinin dəyişməsi necə baş verir? İndi onu araşdıraq. Bizə deyir ki, əvvəlcə 256 rəng çalarında olub. M1 bərabərdir 256. Burada i1-in dəyəri 8 bitdir. Yəni, hər pikselə düşən rəng tərtibi. Daha sonra isə rəng çalarların sayını 16 dəfə azaldıblar. Yəni, N2 bərabərdir M1 bölünsün 16. Yəni, M1 bizdə 208-dir. 16-ya bölsək, 204-ə bölsək, cavabı 204 alarıq. Yəni, N2 bizdə 16 olacaq. Harelti düsturuna görə də i2-nin cavabı 4 bit olmalıdır. Yəni, i-nin dəyəri rəng tərtibi 8 bitdən 4 bitə düşür. 2 dəfə azalır. i-nin dəyəri ilə də həcm düz mütənasib asıllığı olduğundan i neçə dəfə dəyişibsə, həcm də o qədər dəfə dəyişməlidir. i-nin dəyəri 2 dəfə dəyişdiyinə görə həcm də 2 dəfə azalacaq və bu o deməkdir ki, ümumi həcmdə heç bir dəyişiklik baş verməyəcək. D variantı. Növbəti suala baxaq. 61. Kompüter sistemində qeydiyyatdan keçmək üçün hər bir istifadəçiyə 5 simvollu parol verilir. Bizim bir parolumuz var və bu 5 simvoldan ibarətdir. Parolda 55 simvollu hərf və onluq say sisteminin rəqəmlərindən istifadə edilir. Bu cümlə əlifbadır. Yəni, belə başa düşək ki, biz hər hansı bir sözü düzəltmək istəyirik. Bu sözü düzəltmək üçün Azərbaycan əlifbasının simvollarına istifadə edirik. Burada da 5 simvollu parol düzəltilir. Bu parolun hər bir simvolunu düzəltmək üçün 55 simvollu hərf və onluq say sistemi rəqəmlərindən istifadə olunur. Onda bizim əlifbamız belə təşkil olunacaq. 55 dənə simvol plus 10 rəqəm. Yəni, əlifbamızın ümumi simvol sayı 65-ə bərabərdir. Bu n-in dəyəridir. Onda biz buradan i-nin dəyərinin 7 olduğunu alırıq harelti düsturuna görə. i bu mənanı verir ki, bizim hər bir simvolumuz yaddaşda nə qədər yer tutur? 7 bit. Hər bir belə parol kompüterin yaddaşında minimal və eyni tam bayt uzunluğunda yazılır. Əgər mənim parolum 5 simvoludursa və hərəsi 7 bit yer tutacağına görə ümumi parolum 35 bit yer tutmalıdır kompüterin yaddaşında. Amma bu tam bayt deyil. Bizə burada deyir axı, eyni tam bayt uzunluğunda yazılır. Bununla yanaşı hər bir simvol minimal bit sayı ilə kodlaşdırılır. Yəni bu 7 bitdir. Onda biz buradan belə başa düşürük ki, tam bayta tamamlamaq üçün parolumuz 35 bit yox, bizim parolumuz minimal tam bayt ola bilmək üçün biz bunu 40 bitə tamamlamalıyıq. Demək, bizim bir parolumuz kompüterin yaddaşında 40 bit, yəni 5 bayt yer tutacaq. Əgər 40 dənə belə parolum varsa, 5-i də 40-a vursaq, ümumi 200 bayt yer tutmuş olacaq. Növbəti sual. 67.
Sual belədir. Avtomatik qurğu 10 simvollu şifrə tərtib edir. Bu qurğunun tərtib etdiyi şifrənin ilk 5 simvolu 26 simvol ingilis əlifbası, böyük və kiçik simvolları, qalan 5 simvolu isə 16-cı say sisteminin simvolları ola bilər. Bu qurğu ən çox neçə fərqli şifrə tərtib edər? Bizim 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 simvollu bizim bir şifrəmiz var. İlk 5 dənəsi, yəni bura qədər 26 simvol ingilis əlifbasının böyük və kiçik simvolları. Deməli, ingilis əlifbasında 26 simvol böyük, 26 simvol kiçik olduğuna görə onda burada ümumi 52 simvol olacaq. Yəni, N-in dəyəri 52, I-nin dəyəri isə burada 6 götürəcək. Onda bizim ilk 5 dənə simvolumuz hərəsi kompüterin yaddaşında 6 bit yer tutmalıdır. Amma bizdən informasiya miqdarını soruşmur. Bizdən soruşur neçə mümkün fərqli şifrə tərtib oluna bilər. Onda belə çıxır ki, burada 52 ehtimal var. Yəni, şifrəmizin ilk 5 hissəsində 52 üstü 6 qədər mümkün ehtimalımız var. 52 üstü daha doğrusu 5, 6 yox. Sonra deyir ki, qalan 5 simvolu isə 16-lı say sisteminin simvolları ola bilər. 16-lı say sisteminin simvollarında 16 dənə deməli mümkün hal var. Onda bu da hər birisi 16, 16 şəklində getsəm 16 üstü 5 olacaq. Ümumi yaradıla bilən mümkün halların sayı isə bunu hesablamaq lazımdır. Varmı belə bir cavab? 52 üstü 5, 16 üstü 5, bəli, C variantında var. Olmasaydı ifadəni sadələşdirə bilərdik. Amma bizdən belə də soruşa bilərdi. Bizim bir şifrəmiz kompüter yaddaşında nə qədər yer tutur? Onda 52 simvol ümumi yaddaşda nə qədər yer tutur? 6 bit. Deməli, bura 6 bit. 6 bit şəklində yer tutacaqdır. Bunlar nə qədər yer tutur? 4 bit. Və digərləri də eyni qaydana. Onda 1, 2, 3, 4, 5. 5'i vurardıq 6'ya. Eləyərdi 30 bit. Bu ilk 5 simvol. 4'ü vurardıq 5'e bərabərdir 20 bit. Ümumi də nə qədər tutardı? Toplasaydıq 50 bit yaddaşda. Bir parolumuz kompüterin yaddaşında 50 bit yer tutardı. Davam eləyək. 73-cü sual. Kompüter sistemində qeydiyyatdan keçmək üçün hər bir istifadəçiyə 15 simvollu şəxsi şifrə və müəyyən əlavə məlumat verilir. Bu bir qeydiyyatdır. Qeydiyyat 2 hissədən ibarətdir. Şifrə plus əlavə məlumat. Əlavə məlumat. Şifrədə yalnız A, B, C, D, Y, F, G, 1, 2, 3, 4 simvollarından istifadə olunub. Yəni bizim əlifbamız N nəyə bərabərdir? 2, 4, 6, 8, 10, 11. 11 simvol var. Və burada i-nin dəyəri neçə olur? 4. Hər bir belə şifrə kompüterin proqramında minimal və eyni tam bayt uzunluğunda yazılır. Məndə 15 simvollu idi mənim şifrəm. Hərəsində 4 bit yer tutacağına görə şifrəmin nə qədər olacaq? Şifrə bərabərdir 15 vurulsun hərəsi 4 bitdən. Ümumi 60 bit yer tutar. Axı 60 bit tam bayt deyil. Tam bayt olmaq üçün mən bunu nəyə tamamlamalıyam? 64 bitə tamamlamalıyam. Yəni onda mənim bir şifrəm nə qədər yaddaşda yer tutmuş olur? 8 bayt şəklində. Bununla yanaşı hər bir simvol da ayrı-ayrı və minimal mümkün bit sayıyla kodlaşdırılır. Bu elə də i-nin dəyəridir. Burada tapmışıq biz. Bir istifadəçinin qeydiyyatı üçün 16 bayt tələb olunur. Axı bir istifadəçinin qeydiyyatı şifrə və əlavə məlumatdan ibarət edir. Bizim bir şifrəmiz 8 baytdırsa, onda ümumi bir istifadəçiyə 16 bayt yer ayrılırsa, demək ki, əlavə məlumatımız nə qədərdir? Əlavə məlumat bərabərdir 8 bayta. Cavab burada A variantı. 75-ci sual. Kənan ismarıc ötürmək üçün kod cədvəli düzəldir və hər bir ismarıca ABCDX əlifbasının, yəni burada N-in dəyəri 5-dir, I-nin dəyəri 3-ə bərabərdir. Əlifbasının bütün 4 hərfli kodlarını uyğunlaşdırır. Mən 4 hərfli kodlar yaradacağım. 1, 2, 3, 4.
Kod bu şərtləri ödəməlidir. B hərfi ya kodun yalnız ikinci mövqeyində istifadə olunur. B hərfi buradadır. Yalnız buradadır. Ya da kodda heç bir istifadə olunmur. Burada iki mümkün fərqli hal var. Ona görə ayrı-ayrı baxacağıq. Əgər mən B-ni burada istifadə eləmişəm və yalnız burada istifadə olunacağına görə, demək ki, birinci hala görə artıq mənim əlimdə A, B yoxdur. B-ni artıq ikinci yerdə istifadə eləmişəm. C, D, X simvolları var. Və hər hərf təkrarlana bilər deyir. Onda belə çıxır ki, 4 mümkün hal burada, 4 burada, 4 burada. Yəni, ümumi permütasiyaya görə 4-ün kubu 64 mümkün hal var. Bəs digərində isə ümumiyyətlə B hərfi ümumiyyətlə istifadə olunmur. Onda yenə də mənim əlimdə A, C, D, X simvolları var. B yoxdur. Onda bunların hər birisi mümkün 4 ehtimalı var və bu da 4 üstü 4, 256 etməlidir. Onda ümumi yarana biləcək halların sayı 0, 1 yadda, 2, 1 yadda, 322 mümkün hal var. Bu da A variantına uyğun gəlir. Suallar bitməlidir. Bəli. İzlədiyinizə görə təşəkkür edirəm.